Salam əziz xanımlar, yaxın əyləşin. Bugün sizə gözlə görüləcək dərəcədə ilk dəfədən etdiyiniz belə bir maska sizə öyrədəcəm ki, bir dənə yumurta ilə eləyirsiniz, amma necə edirsiniz ki, gözəl təsir göstərsin. Gözlə görüləcək dərəcədə qırışlarınız açılacaq, dərinizin necə dartıldığını özünüz hiss edəcəksiniz. Amma onun da hər bir şeyin sürülmə qaydası var. Ümumiyyətcə dərimiz çox dəyərlidir. Ələxüsusda üz dərimiz. Xanımlar bunu çox nəzərə alırlar. Bilirsinizmi, dərimizi qorumaq üçün sübut edilməmiş üsullara əl atmaqdansa, sübut edilmiş, təhlükəsiz üsullara əl atmaq yaxşıdır. Bu da nədir? Yumurtanın ağından necə edirik, salfetka ilə edəcəyik, indi sizə göstərəcəm. Birbaşa özünüz də gəlib bu videoma da yazacaqsınız ki, Məryəm xanım, halal olsun sizə, üzüm necə də həm ləkələr açıldı, həm qırışlar açıldı, həm də üzüm əməlli başlı dartıldı. Gözəl bacılarım, bunun üçün dərimizi skrab eləyirik, yəni peeling rolu oynayır. Mən məsəl üçün ayda bir dəfə qətran sabunu ilə, yəni rus dilində dektiarnaya mıla, ayda bir dəfə ondan soda, əvvəlcə üzümü onunla sabunlayıram, sonra üstündən soda ilə yavaş-yavaş belə skrabirovat eləyirəm. Üzünüz təmiz olmalıdır ki, bu yumurtanın ağını gözəl çəksin, özdən qırışları aça bilsin, ləkələriniz varsa ləkələrinizi ağartsın və dediyim kimi, mənim əzizlərim, bilirsiniz, çox şeylər var, amma mən sizə özüm təsdiqini tapmış, özümün üzümdə edib, xeyirli görmədiyim şeyləri sizə demərəm. Amma bunu bir də deyim ki, kimin allergiyası varsa ola bilər, yoxlayın, həmişə kim nə deyir desin, birinci burada vurun, yoxlayın, görsəniz ki, burada qızartı zad yoxdur, ondan sonra yəni həssas dərilərə, çox səpkili, qızartılı olan dərilərə olmaz. Yumurta ağının ən gözəl, ona görə gözəl nəticə əldə edə bilirsiniz ki, tərkibində lizazim deyilən zülal var. Bax, həmən o zülal dərimizdə yaranası olacaq və yaranmış sızanaqların, o bakteriyalar var ki, sızanaqlar yaradır, onlarla mübarizə aparır, onları məhv edir. Bəli, Məryəm xanım bir mütəxəssis olaraq, nə olsun ki, kosmetolog deyiləm, diyetolog, nutrisologam. Nutrisolog da odur ki, hər bir şeyin kimyasını öyrənməlidir, oxumalıdır. Yəni, bunları mən oxumuşam, ona görə sizə hər bir şeyi dərinliyi ilə izah edirəm. Bunun üçün, bu maska üçün bizə salfetka və yumurta ağı, bir dənə də şotka lazım olacaq. Əzizlərim, yumurtanın ağını, baxın, heç nə qarışdırmışam, nə bir şey. Eləcə yumurtanın ağıdır. Belə bir kist ilə yumurtanın ağını əvvəlcə üzünüzə, gözünüzün altı olmadan üzünüzün hər yerinə vurursunuz. İndi mən videonu saxlayım, vurum, sonra geri dönüş edim. Amma bu maskanı etmək üçün sizə çox vaxt lazım olacaq. Mən saxlaya-saxlaya videonu sizə göstərəcəm. Yumurtanın ağını vurdum üzümə. Gözləyirsiniz, quruyur. Mən elə etdim. Sonra bir də vurursunuz yumurtanın ağını və üstündən hər bir yerinə bir qat salfetka yapışdıracağım, əzizim. Yapışdırıb geri dönürəm. Əzizlərim, qorxmayın. Belə, əgər uzun çəkəsi olsam, hər bir şeyi incəliyi ilə göstərəsi olsam, video uzun çəkər, səbriniz çatmaz. Yapışdırdım, bacardıqca gülmürsünüz, belə qəmgin işarələr eləmirsiniz. Çünki qırışların arasına da olur qəşək-qəşək. Bu bir möcüzəvi. Bunu mən o qədər sevirəm. İllərdir bu maskanı mən eləyirəm. Amma indi, baxın, yapışdırandan sonra göz altına eləmirsiniz. Üstündən yenə də bu yumurtanın ağını vurursunuz və gözləyəcəksiniz, qupquru quruyacaq. Quruyandan sonra bir də vurursunuz, görəcəksiniz ki, qəşək dartılır üzünüz. Bir də quruyandan sonra 2 dəfə, 3 dəfə bu prosesi salfetkanın üstündən təkrar eləyirsiniz. Baxın, salfetka qalıb altda. Mən bunu üstdən yenə də belə vururam. Həm qara nöqtələri açır, əzizlərim, həm qırışları açır, həm də ləkələri ağardır. Bu sizin üzünüzdə quruyacaq, bir gips kimi olacaq və onu quruyandan sonra özünüz də görəcəksiniz, elə gözəl dartılıb açılacaq. Dediyim kimi qara nöqtələr açacaq, priskləri qurudacaq, varsa ləkələri ağardacaq və ən əsası üzünüzün dartıldığını, bax, bu üzünüzdə olanda hiss edəcəksiniz. İndi mən videonu saxlayıram və quruyacaq, 1-2 dəfə təkrar vurub yenə dönəcəm. Gözəllərim, mən bir 3 dəfə vurdum, qurudu hər yerinə salfetkanın üstündən. Yenə də vurdum, qurudu, yenə də vurdum. Bu ərəfədə mən dietik peçenyemi elədim. Üzümdə bu proseslər gedə-gedə siz də eləyə bilərsiniz. Səhifəmdə var dietik peçenyeni bilmək istəsəniz. Bananla, küncütlə peçenye elədim. Tez-tez eləyirəm və paylaşmışam da YouTube, TikTok səhifəmdə. İndi bunu, baxın, sizin gözünüzün qarşısında açıram. Baxın, özünüz də görəcəksiniz ki, necə üzünüz dartılır. Baxın, gips fasonunda çıxır üzümdən, baxın.
və qara nöqtələr varsa da onları da çıxardır, ləkələri ağardır. Açım hamısını gəlim. Kaş ki mən üzümün necə olduğunu sizə göstərə bilsəm, onu bilsəniz. Ay, ay, ay. O qədər xoşunuza gələcək. Qırışlar zadı dartıb, rəngimi ağardıb, dərimi o qədər gözəl edib. İndi gedib ilıq suyla yuyacam. Mənim çox videolarım var. Üstündən mən Bepanthen mazı vuracam. Kremini yox. Mazının üstündə uşaq şəkli var. Uşaqlar üçün olan o kremi əvvəlcə yuyacam. Quruyacaq üzüm. Təmiz, sabınsız, ilıq suyla yuyacam. Sonra quruyandan sonra micellar suyuyla. Desəniz nədir micellar suyu? Makyaj təmizləmə suyudur. Kosmetik mağazalar olan yerdə satılır. Micellar suyu desəniz verəcəklər. Micellar Nevada. O da quruyandan sonra Bepanthen mazını çəkəcəm və salam. Çox gözəl təsir göstərəcək. Bir də onu deyim ki, mənim əzizlərim, əgər canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə, Məryəm xanımın qızıl qaydalarını öyrənmək istəyirsinizsə, qəbizlikdən azad olmaq istəyirsinizsə, amma bəzi diyetoloqlardan, 80% diyetoloqlardan fərqli olaraq, mən belə bir mütəxəssis diyetoloq, nutrisioloqam ki, sizə siyena çayıdır, aclıq otudur, dəvə gözüdür, maqnisulfat tuzudur, ümumiyyətcə bütün bu qarın açıcı şamlardır, dərmanlardır, klizmadır, bunlara qadağandır mənim qrupumda. Çünki bilirəm ki, bağırsağınızı yaman günə qoyur, xəstəliklər meydana gəlir. Ay, bir bilsəniz ki, onlar necə dəhşət saçır, onları içməzsiniz. Və bəzi diyetoloqlardan fərqli olaraq mən sizdən hər ay pul almayacağım. Bir dəfə 20 manat ödəyirsiniz. Yəni girişdə 20 manat ödəyib bir il qrupumda qalırsınız. Bütün qızıl qaydalarımı öyrədirəm sizə, gözəllik sirlərimi, dırnaq göbələyindən azad olmağı və s. və ilaxıra və sizə mən bəzi diyetoloqlardan fərqli olaraq arıqlama çayı, arıqlama kofesi, arıqlama şokolatı satmayacağım. Çünki onlar dəhşət saçır. Su diyeti yoxdur mənim qrupumda. Çünki bir mütəxəssis olaraq bilirəm ki, onlar da pisdir əzizlərim. Artıq mənim adım, səsim, sorağım hər yerdən gəlir. İstəsəniz buyura bilərsiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Amma bəylər də bircə dəfə 20 manat ödəyir, xanımlar da. Buyura bilərsiniz. Nömrəmi isə WhatsApp nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Kənddən, şəhərdən, rayondan, xarici ölkədən, Rusiyadan, haradan yazırsınızsa yazın. Sağlamlıq orduma qoşulub, orqanizminizdən toksinlərinizin çıxıb, dərinizin gül kimi, saçınızın gözəl olmasını istəyirsinizsə, dırnağınızın, ümumiyyətcə ümumi orqanizminizin, uşaq orqanizmi kimi təmiz olmasını istəyirsinizsə, buyura bilərsiniz. Necə tələffüz edirəmsə nömrəmi o cürə yaddaşa salın, heç bir əlavələr etməyin. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol-bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.